Quranda şeytanın 4 yönlü tələsi. Əraf surəsinin 17-ci ayəsinə əsaslanan çox maraqlı və dərin bir izahdır. Ayədə şeytanın insana 4 tərəfdən yaxınlaşacağı bildirilir. Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükr edən görməyəcəksən. 1. Öndən, gələcək və axirət. Şeytan insanın gələcəyə olan baxışını bulandırmağa çalışır. Məqsədi, axirəti inkar etdirmək, cənnət və cəhənnəm barədə şübhələr yaratmaq. Taktikası, insana sanki ölümdən sonra həyat yoxmuş kimi hiss etdirərək, onu yalnız bugün üçün yaşamağa sövq edir. 2. Arxadan, dünya həyatı. Keçmişə və arxada qoyacağımız dünyaya bağlamaq. Məqsədi, dünya həyatını hədsiz bəzəyib sevdirmək, ölümü və hesabı unutturmaq. Taktikası, insanı mal-mülk, vəzifə və dünya ləzzətlərinə elə bağlayır ki, sanki heç vaxt bu dünyadan getməyəcəkmiş kimi davranır. 3. Sağdan, dini istiqamətdən azdırma. Bu, ən təhlükəli tələlərdən biridir, çünki burada yaxşı işlər vasitəsilə aldadır. Məqsədi, ibadətlərə riya, yəni özünü göstərmək qatmaq və dində olmayan yenilikləri, bidətləri gözəl göstərməyi hədəfləyir. 4. Soldan, günah və haramlar. Açıq-aşkar şərri və nəfsi istəkləri təmsil edir. Məqsədi, günahı, haramı, şəhvəti və isyanı təşviq etmək. İnsanı açıq şəkildə qadağan olunmuş əməllərə yönəldir və günahı müasirlik və ya azadlıq kimi qələmə verir.